Vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Psixoanaliz verilişində xoş gördük hər birinizi. Zəhra, səni də salamlayıram. Hər vaxtın xeyir Xeyran. İzləyicilərimizi salamlayıram. Vaxt itirmədən bugünkü hansı mövzudur, hansı кейslərdən gedəcəyik, elə birbaşa keçək mövzumuza. Bu gün 24 yaşlı Nərgizin vakasını psixoanaliz edirik və qeyd etmək istəyirəm ki, təbii ki də burada çəkilən adlar şərtidir. Keçək vakamıza. Nərgiz tez-tez sosial şəbəkələrdə romantik münasibətlər, sürprizlər, mükəmməl cütlüklər görür və öz həyatını bununla müqayisə etdikcə məndə niyə belə deyil deyə düşünür və özünü uğursuz hiss edir. Münasibətə başlamaq istəyir, amma eyni zamanda kifayət qədər maraqlı deyiləm deyə narahatdır. Burada müzakirə üçün suallar ortaya çıxır. Sosial müqayisə insan psixikasına necə təsir edir? Özünü dəyərsiz hiss etməkdə çıxış yolları nələr ola bilər? Real sevgi gözləntisi necə formalaşdırılmalıdır? Mən bu vakanı Freydin psixoanalizinə əsasən analiz etmək istəyirəm. Çünki burada Nərgizin vakasında Nərgiz daima özünü başqaları ilə müqayisə edir. Onun aidisi ilə superego arasında bir konflikt baş vermiş olur. Bəli. Yəni gözü görür ki, cütlüklər bir-birini çox sevir, bir-birinə bahalı hədiyyələr alır. Gündə bir yerə səyahətə gedirlər və burada artıq onun aidisi nəyə görə qıcıqlanır? Niyə görə özünü yetərsiz, dəyərsiz olaraq hiss edir? Çünki mən mükəmməl olmalıyam ki, mənim qarşımdakı insan da mükəmməl olsun prinsipi ilə davam Hı hı. etmək istəyir həyatına. Təbii ki, burada həyatımızda gördüyümüz hər şey göründüyü kimi deyil əslində. Hı hı. Yəni onun arxasında baş verən cütlüklərin arasında baş verən problemlər olsun və yaxud da davadalaşlı bir proseslər olsun, bunların heç birini biz görmürük. Niyə? Çünki biz sosial şəbəkəyə yalnız mən xoşbəxtəm deyərək, əslində özümüzün içindəki o özgüvənsizliyi bərpa etmiş oluruq. Özümüzün ideal mənini bəyənmirik, onu göstərməyə çalışırıq ki, biraz bununla təmin olaq. Və Nərgiz kimi bir çox gənc nə düşünür? Niyə mənim ətrafımda belə münasibətlər Məni sevən yaşadan yoxdur. insan yoxdur? Hı hı. Mən harda səhv edirəm? Başlayır artıq özündə o günahkarlıq hissini yaşamağa. Özünü sevməməyə başlayır. Özünü sevmədikcə də artıq yetərli olmadığını düşünür. Və ona görə də elə ətrafında onu sevməyən, ona özən göstərməyən, özünün elə aidisində olduğu kimi, yəni şüuraltısında hansı inanc varsa, elə həmin tip insanlarla da rastlaşır və həqiqətən də bunun təsdiqini tapmış olur. Ki görürsən, başqaları yarıyıb, başqaları çox yaxşı həyat Hər şey yaşayır, bu yaxşıdır. mənim bəxtimdəndir. Artıq başlayır bu kimi inanclar yaranmağa və bu inanclar həyatında özünü göstərdiyi üçün superego başlayır həqiqətən də onun o aidisini təsdiq etməyə. Çox zaman istəyib yaşaya bilmədiklərimiz var axı. Çünki cəmiyyət olaraq, insan olaraq, ətrafımızdakı o bizi əhatə edənlər olaraq biz hər şeyi edə bilmirik, uyğulaya bilmirik. Onun üçün də Freud məhz ona görə deyirdi ki, zamanında aidini 18 yaşa qədər qoruyun. Amma biz bir çox şeylərə nəzər salsaq görərik ki, biz gör nə qədər posttravmatik stres pozuntularından əziyyət çəkən, nə qədər çox travmalarla böyüyən bir toplumuq, elə ən aşağısı ki, müharibə görən bir toplumuq da. Burada biz hansı aidini qorumağından danışa bilərik? Təbii ki də biz aidimiz bizim ibtidai instinktiv hisslərimizdir. Bizim intim həyatımız, bizim heyvani istəklərimiz, bütün hər biri aidinin toplusunda yerləşir. Mən nə istəyirəm, axı biz hər zaman bunu həyata keçirə bilmirik. Məsələn, sən gəncləri dedin, amma biz bu gün sosial şəbəkələrə nəzər yetirsək, təkcə gəncləri deyə bilmərik. 50 yaşında, 60 yaşında, 55 yaşında, sənin də bilirəm ki, rastıva çıxır. Xanım olsun, bəy olsun, canlı açır. Orda qəribə-qəribə hərəkətlər, yemək yemək, emosional boşluq, emosional aclıqdan o qədər çox yoxsunluq var ki, yeməklə sanki onu doyurmağa çalışır. Hətta hər dəfə də bunu səsləndirir. Acından ölürəm, acından ölürəm, acından. Ya insan bir doymazmı? Sualı ortalığa çıxır. Bəyənilmək hissi də burada var.
Axşam yatır, səhər oyanan kimi özünə fokuslanmamış, görəsən məsələn çəkdiyim rəsmə və yaxud da paylaşdığım o videoya nə qədər Kimlər layk reaksiya gəlib, verib? mənə nə cavab yazıblar, Ay sağ ol. kommentləri oxumaq istəyirəm. Görəsən mənim izləyici kütləm nə qədər çox ola bilər və bu gün günümüzdə izləyici kütləsi çox olan, blogerlərə baxaq məsələn və yaxud da digər məşhurlara Bəli. baxaq, dırnaqarası məşhurlar deyirəm mən buna. Nəyə görə? Çünki insanlara qarşı heç bir faydası yoxdur. Sadəcə öz təbii ehtiyacına əsasən qarşısındakı insanı bir kukla kimi oynadır Evet. həmin şəxslər və biz bu gün həmin o kukla kimi oynadılmağa da razıyıq əslində. Hı, Çünki bizik onların izləyici sayını qaldıran, bəli. heç bir şəkildə fayda görməyən, bir cəmiyyət niyə onlara o qədər layk qoyur, komment yazır, onların baxış sayını çoxaltmağa çalışır? Artıq biz əslində burada bir konflikt, bir ziddiyyət yaranır ki, onların həyatına baxırıq, həsəd aparırıq. Eyni zamanda onların qabağa getməsi üçün də çabalayırıq. 1 milyon izləyicidən o insanda bir parça yoxdurmu? Ya mən onu niyə izləyirəm? Demək ki, məndən hansısa bir parça var, ona tamamlanmamış, yarımçıq qalan bir puzzle-ım var, onu tamamlamaq üçün baxıram. Bir maraq aparır, bir maraq hissim var mənim. Mənim kölgə tərəfimdə, bəlkə də ID-mdə həmin o şeydən bir parça var. Orada bir diqqətli olmaq lazımdır ki, əslində niyə görə mən o kütlənin bir parçasıyam və o insanları izləyirəm. İstər, Freud tərəfdən baxsaq, istər Jung tərəfdən baxsaq, birində ID deyir, birində kölgə deyir. Yenə də bizim kölgə tərəfimizdə o basdırılan duyğularımız var. Biz hər dəfə yaşamaq istəyib yaşaya bilmədiklərimizi o ID-yə basdırırıq. O kölgə tərəfimizə basdırırıq və, tutaq ki, 15 yaşında etmək istədiyimizi, tutaq ki, bir velosiped sürmək istəmişik və yaxud da bir topla oynamaq istəmişik, eləməmişik. İndi hansısa səbəblər olub. Ya oyuncağımız olmayıb, ya erkən yaşda evləndirilmişik, erkən yaşda valideyn olmağa məruz qalmışıq və yaxud da başqa bir hallar baş verib, amma biz həmin o istəklərimizi həyata keçirmədiyimizdən dolayı, hal-hazırda 50 yaşımıza, 60 yaşımıza gəlib çıxmışıq. Nə baş verir? Həmin o istəklərimiz, o kölgə tərəfimizdə olanlar və yaxud da elə ID-mizdə olanlar aktivləşib üzə çıxır və biz onu edirik. Nərgiz vakasına qayıtsaq, görərik ki, sən kölgə tərəfini dedin, qorxularını dedin. Burada qorxularla istəklər ziddiyyət təşkil etdiyinə görə, eyni zamanda paralel də gedir. Yəni, Nərgiz münasibət yaşamaq istəyir, amma münasibətdən qorxur. Və buna görə də artıq burada daxili ziddiyyət onun özünün özgüvənsizliyinə, depressiyaya düşməyinə, yetəri qədər mən, yetərli deyiləm, hissinin qapılmasına səbəb olur. Həm yaxınlıq qurmaq istəyir, eyni zamanda ona yaxın gələn insanı da özü rədd edir. Hı hı. Və buna görə də artıq münasibətində təkrar döngü içərisinə girir. Ona qarşı gələn, səni sevirəm, gəl, münasibət yaşayaq, münasibətimizə ad verək və yaxud da evliliyə doğru gedək dediyi anda artıq o qorxular başlayır aktiv olmağa və buna görə də Nərgiz kimi gənclərimiz də geri çəkilir, qorxur. Və bu qorxusunu, psixoanaliz etmədiyi müddətcə, bu qorxuları ilə üzləşmədiyi müddətcə, bu qorxu hardan gəlir? Mən ilk dəfə bunu nə zaman yaşamışam? Bunu həll etmədiyi müddətcə təəssüf ki, təkrar-təkrar eyni hadisələri yaşamağa davam edir. Bu bizdə uşaqlıqdan baş verən bir, haldır. Çünki o qədər çox müqayisələrlə böyüyürük ki biz, hər zaman da özümüzü başqaları ilə müqayisə edirik. Bax elə məhz sosial şəbəkələrdə biz, kiminsə münasibətini izlədikdə, hansısa insanın bir bahalı maşın sürdüyünü gördükdə, kiminsə bahalı bir ev aldığını gördükdə, nəsə bir bahalı geyim, nümayiş etdirdiyini gördükdə başlayırıq özümüzü müqayisə etməyə. Dəyərli izləyicilər, hər zaman kiminsə hekayəsinə baxdıqda həqiqətənmi mən bu hekayəni yaşayıram, yoxsa o hekayəni izləyirəmmi? Elə mən də izləyicilərimizə üz tutaraq demək istəyirəm ki, sosial şəbəkə bərabərdir montaj olunmuş həyat. Yəni siz bu gün öz, həyat hekayəsini yaşayan, çılpaqlığı ilə bütün həyatını göstərən insanlara baxmırsınız. Sadəcə onların göstərmək istədiklərini görürsüz və buna görə də, sadəcə onların özgüvənsizliyi üzərində özlərini, sevdirmək, öz daxillərində baş verən ziddiyyəti susdurmaq üçün ekran qarşısına keçərək özlərinin ən yaxşı versiyalarını göstərirlər.
Siz buna inanmaqmı istəyirsiniz, yoxsa həmin o montaj olunmuş həyatı birə-bir özünüzün həyatına köçürərək yaşamaqmı istəyirsiniz? Həqiqətən də insanlar bunu, qarışdırırlar çox zaman. Çünki, sevgi çox zaman böyüdür. Sevgi çox zaman xətalara yol verir. Sevgi, dediyimiz hər zaman romantik olmaya bilər. Hər zaman bahalı hədiyyələr olmaya bilər. Eee, Münasibətdə hər zaman sən, mən deyə bir anlayış olmamalıdır. Münasibətdə hər zaman biz olmalıdır. Çünki hər iki tərəf öz, xətalarını qəbul etməli, onlara çözüm yolu tapmalı. Çünki hər iki insan bir münasibətə girirsə, orada fərqli-fərqli evlərdən, fərqli, tərbiyələrdən gəlmiş insanlardır. Hər kəsin öz ailəsində aldığı başqa-başqa, tərbiyələr var. Onun üçün də bir yerə düşdükdə hər kəsin özünü təsdiq etmək kimi, bir-birinə sübut etmək kimi bir, anlayış olur. Onun üçün də biz bunu deməyə çalışırıq ki, dəyərli izləyicilər, münasibətlərdə biz olmalıdır. Çünki hər iki tərəf özünün öz, səhvlərini, xətalarını qəbul etməlidir. Biz bu gün real sevgidən danışırıq. Nağıllar aləminə qapılmaq istəyən o özünün şəxsi işidir. Sadəcə, biz bir şeyi qəbul etməliyik ki, sevgi alanı sübut və özünü təsdiq meydanı deyil. Orda biz bir münasibət quraraq qarşımızdakı insanı dəyişdirməyə çalışmamalıyıq. Biz həyatımıza aldığımız və yaxud da həyatına daxil olduğumuz insanı əgər dəyişdirməyə çalışırıqsa, demək ki, bu sevgi deyil. Biz orada bir təsdiq və sübut axtarırıq. Amma əslində sevgi təhlükəsiz bir alan olmalıdır. Dəyərli izləyicim, münasibətinin olub-olmaması sənin, dəyərli və ya dəyərsiz olmağına bir səbəb deyil. Dəyərli olmağın sənin öz içində başlayır. Sən özünü olduğun kimi qəbul edərsənsə, sevgiyə layiq bilərsənsə, o zaman səni sevən, səni olduğun kimi qəbul edən insanla da rastlaşacaqsan zaten. Amma bu dəyişim, təkcə münasibətim yaxşı olsun və yaxud da məni sevən bir insan mənim yoluma çıxsın deyə olmamalıdır. Bu dəyişim öz içində başlamalıdır. O dəyişimini mənfisi ilə, müsbəti ilə mən özümü qəbul edirəm. Mən öz xarakterimi bilirəm. Nə istəyib, nə istəmədiyimi bilirəm. Sevgi əvvəlcə insanın özünə mərhəmətindən başlayır. Bunun üçün də siz özünüzü olduğunuz kimi qəbul edərsinizsə, komplekslərinizdən azad olarsınızsa, özünüzü ən əsası olduğunuz kimi sevərsinizsə, o zaman qarşınıza da sizi sizin kimi qəbul edəcək və sevəcək insan çıxır. Və bu günlük də bu qədər, dəyərli izləyicilər. Bu gün bir psixoanalizin daha sonuna gəldik. Daha hansı mövzularda, daha hansı keysləri, real keyslər üzərinə müzakirə aparmağımızı istəyirsinizsə, bizə ünvanlaya bilərsiniz. Növbəti psixoanalizdə görüşənədək.